böyük təfsir alimi mərhum Əllamə Təbətəbai mübarək ayə Nəhl surəsinin 91-ci ayəsi bu ayənin təfsirində yazırdı. Ayədəki Allahın əhdi ifadəsi çox geniş mənaya malikdir. Burada üç əsas məsələ, üç əsas nöqtə özünü göstərməkdədir. Birincisi, fitri əhd. Əllamənin təhlilinə görə əhdin ki, bir neçə növü var, onun birincisi fitri əhd adlanır. Fitri əhd dedikdə nə nəzərdə tutulur? Yəni, insanın Allahı qəbul etməsi, İslamı qəbul etməsi, fitri olan dinə tərəf üz tutun deyə, necə ki, uca Rəbbimiz buyurmaqdadır. Deməli, biz zərr aləmində Allahla əhd peyman bağlamışıq ki, sənə şərik qoşmayacağıq, sənin göndərdiklərinə, sənin nazil etdiklərinə qarşı cəfakeşlik etməyəcəyik. Ona görə də əhdin birinci pilləsi adlanır fitri əhd. Çünki uca Allah bizim fitrətimizdə onu tək bilmək, İslamı qəbul etmək, onun nazil etdiklərinə və göndərdiklərinə şübhəsiz, şəksiz iman gətirmək bizim üçün uca Allah fitrətimizdə qoymuşdur. Əhdin ikincisi adlanır şəri əhd. Əllamənin təhlilinə görə şəri əhd dedikdə iman gətirərək itaətə söz verməkdir. Yəni, iman gətirməklə məsələ bitmir. Bəzən istənidiyiniz bir müsəlmandan soruşarsınız, müsəlman olduğunu iqrar edər, Allahın birliyini qəbul etdiyini, peyğəmbərləri, nazil olmuş səmavi xəbərləri qəbul etdiyini deyər, iqrar edər, amma görərsən ki, itaəti yoxdur. Deməli, şəri əhd ondan ibarətdir ki, biz Rəbbimizə, ona və onun göndərdiklərinə itaət etməyimizi onunla əhd-i peyman etmişik.